Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla ləzzətli bulgur plovunun hazırlama qaydası olacaq. Plovu hazırlamaq üçün bir ədəd orta boy soğanı kubik şəklində doğramışam. Üzərinə 3-4 xörək qaşığı duru yağ, biraz da kərə yağı əlavə edirəm. 1 çay qaşığı yarım duz əlavə edirəm. Qeyd edim ki, duzun miqdarını zövqə görə artırıb azaltmaq olar. Qazın üzərində 1-2 dəqiqə qovururam. Soğanı çox qovurub qızartmaq olmaz. Rəngi biraz dəyişdikdə üzərinə əvvəlcədən rəndədən keçirdiyim bir ədəd kök əlavə edirəm. Qurudulmuş şirin bibər əlavə edirəm. Qeyd edim ki, əgər şirin bibər qurusu yoxdursa əlavə etməyə də bilərsiniz. Və yaxud da zövqə görə içərisinə təzə yaşıl bibər də əlavə etmək olar. Biraz 1-2 dəqiqə qovurduqdan sonra 150 qram toyuq filesini əvvəlcədən kubik şəklində doğramışam. Doğradığım fileni də əlavə edib yenidən 1-2 dəqiqə qovururam. Üzərinə zövqə görə tomat əlavə edə bilərsiniz. 1 çay qaşığı tomat pastası əlavə edirəm. Yenidən 1-2 dəqiqə qovururam. Bulğuru bişirməzdən öncə mütləq axar suda təmiz-təmiz yumaq lazımdır. Axar suyun altında bu qaydada təmiz-təmiz yuyuram. Yuyub suyun süzdükdən sonra bulğuru tavanın içərisinə əlavə edib, qazın aşağı temperaturunda 1-2 dəqiqə yağın içərisində qarışdıraraq qovururam. Çox bişirmək olmaz. Üzərinə biraz istiot, sarı kök əlavə edirəm. Qeyd edim ki, istiotun miqdarını zövqə görə artırmaq olar. Üzərinə çıxanacan qaynar su əlavə edirəm. Qazın aşağı temperaturunda tavanın qapağını örtüb qoyuram pişməyə. 5-6 dəqiqə sonra bir dəfə qarışdırıram. Yenidən tavanın qapağını örtüb qoyuram pişməyə. Suyu çəkilənə yaxın mütləq dadına, duzuna, bulğurun pişməsinə baxmaq lazımdır. Əgər yaxşı pişməyibsə, yenidən üzərinə su əlavə etmək olar. Yarım stəkanda su əlavə edib bulğuru pişirirəm. Artıq gördüyünüz kimi hazırdır. Çox gözəl pişibdir. Dadına doymaq olmur. Həqiqətən də mükəmməl alınıbdır. Hər kəsə bu üsulu mütləq sınamağı tövsiyə edirəm. Videolarımızın davamlı olmasını istəyirsinizsə, kanalımıza abunə olmağı, videoları izləyərkən bəyənməyi unutmayın. Hazırlayacaq olanlara nuş olsun.